Təbriz ədəbi məktəbi seçdi. Vallahi bilirsiniz ki, mən əslən Türkiyə ədəbiyyatına o qədər təbəxürüm yoxdur. Bizim elə dilimiz türküdür da, danışığımızdır və yazımızda ki, türkü dəyildi. Mənim də ki, tip şair idim, patoloji ilə əlləşirdim. Ondan sonra da ki, Farsının şairi dərəcəyi əvvəl idim ki, mən onu ehya edirdim. O vaxt sonra ki, anam gəldi, yenə təzədən türkləşdi oxub. Azərbaycani gəldi ki, eydi. Da türkünü də qatdım Farsiyə, türkü ilə də şeir dedim. Ərlə mənim heç türkü şeirim yoxudur təqribən. Çox azdır. İndi elə türkülərim özü bir divan olar. Zəif olsun ki, sizin sininiz az deyil, o qədim türkün də aradan gedib. Bilirsiniz bizim türkülərdən nə qıssələr var idi. Heyf olsun mən anam. Hey dedim yazaram, himmətim olmadı. O qədər şey. Əslən qısse-i mənzum hepsiydi ki, belə dünya ləzzət adam qoparardı. Özləri ilə apardılar, bizdə də o şuur olmadı. Yəni dilimizi əvvəldən qoymadılar, təşviq olar. Heydər baba, yolum səndən kəc oldu. Ömrüm keçdi, gələnmədim, gec oldu. Heç bilmədim gözəllərin necə oldu. Bilməz idim döngələr var, dönüm var. Yitkinlik var, ayrılıq var, ölüm var. Heydər baba, it əmək yitirməz, ömür keçər, əfsus bərə bitirməz. Namərd olan ömrü başa yetirməz. Biz də vallah unutmarıq sizləri. Görənməsək helal edin bizləri. Heydər baba, şeytan bizi azdırıb, muhabbəti ürəklərdən qazdırıb, qara günün sərnövüştün yazdırıb, salıb xalqı bir-birinin canına, barışığı bələşdirib qanına. Göz yaşına baxan olsa qan axmaz, insan olan xəncər belinə taxmaz. Amma heyf kör tutduğun buraxmaz. Behiştimiz cəhənnəm olmaqdadır, zilhəccəmiz məhərrəm olmaqdadır. Heydər baba, kəndin günü batanda, uşaqların şamın yeyib yatanda, ay bulutdan çıxıb qaş göz atanda, bizdən də versən onlara qıssədir, qıssəmizdə çoxlu qəm o qıssədir.